Salam əziz şagirdlər. Bu günləri mən sizlərə 8 fevral tarixində OTK-nın 6-cı siniflər üçün keçirdiyi sınağın izahını verəcəm. Başlayırıq riyaziyyat suallarının. İlk sualdan başlayaq. Deyir ki, x-in hansı ən kiçik qiymətində, natural qiymətində, əbob x və 8-in əbobu 4 olar. Biz bilirik ki, əbob ən böyük ortaq böləndir. Yəni, mötərizənin içindəki ədədlər ən çox 4-ə bölünməlidir. İkisi də ortaq 4-ə bölünməlidir. Biz də baxırıq ki, variantlarla yoxlasaq 2 4-ə bölünmür. Bu deyil. 1 də 4-ə bölünmür. Amma 12, 8 və 4 üçü də 4-ə bölünür. Amma ən kiçik dediyinə görə bu üçündən ən kiçik olan 4-dür. Cavab C. İkincidə deyir ki, 50 çubuğu 4 və 7 nisbətində 2 hissəyə ayırdı. Böyük hissənin uzunluğu 14 isə kiçik hissəni tap. Böyük hissə burada 7-dir, düzdürmü? Biz də bilirik ki, nisbət dərsində yanına K yazırıq da. Yəni 7K-mız 14-ə bərabərdir. Axı böyük hissə 14-dür. Onda 14-ü 7-yə bölsək K olacaq 2. Bizdən də kiçik hissəni soruşur. Kiçik hissə də 4K-dır. Ona görə 4-də vuracam 2-yə, cavab 8. E variantı. 23-də deyir ki, kiloqramı 6 manat olan qəndə neçə faiz endirim edilsə, kiloqram 5-17 manat olar. Biz bilirik ki, hər bir şey ilk öncə 100% olur. Yəni 6 manatlıq məhsul elə 100% idi. Nə qədərsə indi endirim edilib, olub 5,7 manat. Yəni 5,7 x faiz yazaq. Aha, bunu çarpaz vursaq, deməli 100-ü vursaq 5,7-yə, bölsək x-in çarpazına, yəni 6-ya. Buradan alarıq ki, 570, deməli, 570 böl 6. Bir dəqiqə. 570 böl 6. 570-i də 6-ya bölsək, deməli. 570-i də 6-ya bölsək, eləyəcək nə? 95%. Aha. İndi uşaqlar, əvvəlcə 100% idi, oldu 95%. Deməli, 5% endirim edilib. A variantı. Yəni 100-dən 95 çıxdım 5. 24-cü suala baxırıq. Deyir, tənasibi həll elə. Tənasibdə bu ikilərin nisbətin bərabərliyi. Biz də bilirik ki, tənasibdə kənar ədədlərin hasılı orta ədədlərin hasılına bərabərdir. Yəni 3x 9 vur 25-ə bərabərdir. Hər tərəfi 3-ə bölürəm, yəni bunu da 3-ə bölürəm, bunu da 3-ə bölürəm. Burada qalır 3, burada qalır 1. Olur x bərabərdir 3 vur 25, yəni 75. C variantı. Keçirik 25-ci suala. Deyir ki, kitabxanadakı kitabların sayı 400-dən çoxdur. Baxıram ki, bütün variantlar 400-dən böyükdür. Bir onları həm 8-8 sıraya, həm də 6-6 sıraya yığmaq olur. Deməli, həmin variantdakı ədəd həm 8-ə, həm də 6-ya bölünməlidir və ən az deyir neçə kitab olar. Yəni, ən az elə bir ədəd tapıram ki, ən kiçik elə bir ədəd tapmalıyam ki, həm 8-ə, həm də 6-ya bölünsün. O da 408-dir. Çünki 408 həm 6-ya, həm də 8-ə bölünən ən kiçik ədədimizdir. Çünki 6-ya da böləndə, 6-ya böləndə 68 eləyir, 8-ə böləndə 51 eləyir. Cavab A variantı. 26-da deyir ki, üçbucağın iki tərəfi verilib, aşağıdakı ədədlərdən hansı bu üçbucağın üçüncü tərəfi ola bilər? Üçbucaqda bilirik ki, hər hansısa üçüncü tərəf digər iki tərəfin fərqi ilə cəmi arasında yerləşməlidir. Yəni, 8-dən 2 çıxıram, bir də 8-in üstünə 2 gəlirəm. 6 ilə 10 arasında da olmalıdır. Yəni, 6 ilə 10 arasında yerləşən ədəd burada 7-dir ki, bu aralığa daxil olur. Cavab C. 27-də mənfi müsbət ədədlərə aiddir. Mənfi 84-ə dəymirik. 2 mənfi toqquşanda müsbət olur. Ona görə yazırıq müsbət 22. Müsbət və mənfi toqquşanda mənfi olur. Yazıram mənfi 36 və üstə gəl 8. Bu edir bizdə mənfi 62. Bu da edir bizdə mənfi deməli 28. 2 mənfi də toplananda olacaq. Toplayıb qabağına mənfi atırıq. Mənfi 90. Cavab A variantı. 28-ə deyir ki, təkliflərdən neçəsi doğrudur? 2 mənfi ədədin hasili mənfidir. Həqiqətən də 2 dənə mənfini bir-birinə vursaq müsbət eləyir. Amma bura mənfi yazıb. 2 mənfi ədədin hasili müsbət olmalıydı. Amma bu səhvdir. Bizdən doğrunu istəyir. Yazıb, müxtəlif işarəli 2 ədədin cəmi mənfidir. Müxtəlif işarəli 2 ədədin cəmini bilmək dəqiq deyil. Çünki, məsələn, mən mənfi 4 ilə müsbət 1-i toplayaram, mənfi 3 eləyər. Amma mənfi 1 ilə müsbət 4 toplayaram, müsbət 3 eləyər. Bunu dəqiq demək mümkün deyil, deyənə konkret deyə bilməliyim mənfidir. Bu da səhvdir. Konkret bir fikir deyil. 3-də yazıb ki, ədəd həmişə öz əksindən böyükdür.
Bu da yanlış fikirdir. Niyə? Çünki məsəl üçün mən -4 götürərəm. -4-ün əksi müsbət 4-dür. Amma -4 müsbət 4-dən kiçikdir, amma burada böyükdür yazıb. Bu da tam doğru fikir deyil. Yazıb ki, deməli, mənfi ədədin modulu müsbətdir, müsbət ədədin modulu mənfidir. Bu da yanlışdır. Çünki istəyir mənfi olsun, istəyir müsbət olsun, modul heç vaxt mənfi ola bilməz. Həmişə müsbət və ya 0 olacaq. Ona görə bu da yanlışdır. Yəni heç biri doğru deyil. Cavab B variantı heç biri. 29-a baxırıq. Belə bir qrafik verilib. Deyir, düz mütənasibliyin qrafikinə əsasən mütənasib əmsalını tap. Uşaqlar, mütənasib əmsalını tapmaq üçün düstur KX-də da biz K-da mütənasib əmsalı. K-nı tapmaq üçün Y-i X-ə böləcəyik. Yəni ordinatı absisə böləcəyik. Yəni 2,4-ü 6-ya böləcəyik. O da eləyəcək 0,4, yəni A variantı. 30-da deyir ki, kəsirlərdən ən böyüyü hansıdır? Biz kəsirləri müqayisə etmək üçün onları birinci ixtisar varsa ixtisar aparırıq. Yoxdursa eyni məxrəcə və ya eyni sürətə gətiririk. Bunlara eyni məxrəci gətirsək, 25-i, 15-i, 5-i, 6-ın 3-ü. Bunların hamısına bölünən ədəd tapsaq, məsələn, tapa bilərik 150 ola bilər, məsələn. Çünki 150 6-ya da bölünür, 3-ə də bölünür, 5-ə də, 15-ə də, 25-ə də. 150-yə gətirsək, 25-i 150 eləmək üçün 6-ya vuraram, 11-də 6-ya vuraram. 15-i 150 eləmək üçün 10-a vuraram. Təbii ki, 7-də 10-a vuraram. 5-i deməli 30-a vuraram, 2-ni də 30-a vuraram. 6-nı 25-ə vuraram, 5-i də 25-ə vuraram. Və nəhayət 3-ü 50-yə vuraram, 1-i də 50-yə vuraram. Məxrəclər hamısı eyni oldu, 150 oldu. Deməli, surəti böyük olan daha böyük olacaq. Bu 66-dır, bu 70-dir, bu 60-dır, bu 125-dir, bu da 50-dir. Ən böyük olacaq, bax bu. Yəni 6-da 5, C variantı. Deyir, fiqurun perimetri 49-dur, ən böyük tərəfdir. Perimetr tərəflərin cəmini deyirlər. Bütün tərəfləri toplayırıq. Baxırıq ki, burada 1, 2, bax, bir dənə x burada var, 2 dənə burada oldu, 3 dənə x, 4 dənə x, 3 dənə də burada var, 7 dənə x. Deməli, 2 dənə də burada var, 9 dənə x. Yazdım 9x. İndi ədədləri toplayıram. Baxıram ki, burada deməli, müsbət 2 var, burada mənfi 1. Elədir 1, cəmlər. Bu da 6. Elədir 7. Burada mənfi 3 var. 7-dən 3 çıxıram, eləyir 4. Burada da heç nə yoxdur, ona görə 4 yazıram. Bərabərdir 49. Burada 9x bərabərdir 49-dan 4 çıxıram, 45. 45-də 9-a bölürəm 5. X tapıldı. İndi ən böyük tərəf istəyir. Aparıb yerinə qoysaq x-i, yəni 5-i qoysaq, bura olacaq 502-dən 7. Bura olacaq 2 vur 5 çıx 1, yəni 9. Bura olacaq 506, yəni 11. Bura olacaq 3 vur 5, 15 çıx 3, 12. Burada olacaq 2 vur 5, 10. Ən böyük tərəf olacaq 12, yəni D, S tərəfi. S-də də deyə bilərik, ona Y variantı. 32-də deyir ki, bu kvadrat işarəsi mənfi 2 ilə 2 arasında bir ədəddir, deyir, hansı uyğun gəlir? Biz bilirik ki, mənfi 2 buradır, müsbət 2 bura, görsənir də olsun da. Bunun arasında yerləşən hərflər hansıdır? A hərfi ilə X hərfi. B variantı. Növbəti suala baxırıq. 33-cü suala. 500 böl 25 vur 2. 500-ü 25-ə bölsək eləyəcək deməli. 20. 20-ni də deməli 2-yə vursaq eləyəcək 40, yəni A variantı. 34-də deyir ki, bərabər tərəf üçbucağın perimetri 6-dırsa, deyir, bərabər tərəf üçbucağın perimetri tərəfi 6 olan kvadratın perimetrinə bərabərdir. Bərabər tərəf üçbucağın bütün tərəfləri bərabərdir. Kvadratın da tərəfləri birbirine bərabərdir və tərəfi 6 olan kvadrat deyirsə, hər tərəfinə 6 yazırıq. Perimetri olacaq deməli 24. Aha, üçbucağın da perimetri 24-dürsə, tərəfini tapmaq üçün 24-ü 3-ə bölərəm. Çünki üçbucağın 3 dənə tərəfi var. Cavab 8D variantı. 35-də kubun tam səthinin sahəsini istəyir, tillərini verir. Kubun tillərini A, B, C ilə işarə eləsək, A-nı 2 verib, B-ni 12, C-ni 4. Kubun tam səthinin sahəsi bu düsturla hesablanır. 2 vur AB üstə AC üstə BC. Yerinə qoysaq 2 vur 12 üstə gəl 2 vur 4 üstə gəl 12 vur 4. Bunu da hesablasaq deməli 2 vur 2-ni 12-yə vursaq 24, 2-ni 4-ə vursaq 8, 12-ni 4-ə vursaq 48. Bunu da hesablasaq deməli 24 üstə
8 üstə 48 eləyəcək 80. 80 də 2-yə vursaq eləyəcək 160, yəni B variantı. 36 deyir ki, ən kiçik dördəgənli natural ədəd ilə ən kiçik dördəgənli natural ədədimiz 1000-dir. Ən böyük 3 rəqəmli cüt natural ədədin fərqini tap. Ən böyük 3 rəqəmli cüt natural ədəd isə 998-dir. Bunların fərqi eləyəcək 2, yəni D variantı. 37-ci suala baxırıq. Deməli, 37 deyir ki, Azərin 84 manat pulu var idi. O əvvəlcə pulunun 7/4-ünü xərclədi. 84-ün 7/4-ü neçə eləyir? Yəni 84-ü 7/4-ə vurursan. 7-yə bölüb 4-ə vurursan. O da eləyir deməli. 48. Sonra deyir qalan pulunu. Uşaqlar 84-ün 48-i xərcləndirsə, deməli, qaldı bizdə 36 manat pul. 36-nı da 3-də 1 eləyir, 36 vur 3-də 1. Yəni 12 manat. Bunu da xərclədi. Deyir Azərin nə qədər pulu qaldı? Bayaq 36-sı qalmışdı, indi 12-sini də xərclədirsə, qaldı 24 manat pulu, yəni D variantı. 38-də kvadrat desimetrdən kvadrat santimetr çıxırlar və desimetr kvadrat istəyirlərsə, yadda saxlayın, 1 desimetr 10 santimetrdir. 1 kvadrat desimetr 100 kvadrat santimetrdir də kvadrata yüksəldirik. Onda 2700 kvadrat santimetr 27 kvadrat desimetrdir. Bu 27 desimetr kvadratdır. 177-dən də 27 çıxanda eləcək 150 kvadrat desimetr, yəni C. 39-da deyir ki, hansı 2 və 3-cü rüblərdə yerləşir? Yox, deyir ki, daha doğrusu nöqtələrdən 2 və 3-cü rüblərdə yerləşənlərin absisləri cəmində. Absis də qısa deyirik. Uşaqlar, 2-ci rüb buradır, 3-cü rüb buradır. 2-ci və 3-cü rübdə yerləşməsi üçün absis mənfi olmalıdır. Absis 100% mənfi olmalıdır. Ordinat isə ya müsbət, ya mənfi olmalıdır. Absis mənfi olmalıdır. Ordinat ya müsbət, ya mənfi olmalıdır. Yəni A uyğun gəlir. Absis mənfi olmalıdır, bu uyğun gəlmir. Absis mənfi olmalıdır, bu da uyğun gəlmir. Yəni A-dan C. Burada da absislər cəmi istəyir. Absisin biri mənfi 2-dir, bir də mənfi 4. Bunları toplayanda cavab mənfi 6, yəni Y variantı. 40-da deyir ki, ədədi 4 dəfə artırsaq neçə faiz artır? Yadda salın, hər şey 100% olur. 4 dəfə artırdım, oldu 400%. Neçə faiz artar? 100% də əvvəlcə. 400-dən də 100 çıxıram, 300% artar, yəni B. Neçə faiz olar demir. Ona görə cavab 400 deyil, 300. 40-ı da izah elədik, keçdi məntiqə. Riyaziyyat bitdi. Deyir, cümlədən çıxan əsas nəticə aşağıdakilərdən hansıdır? Cümləni oxuyuruq. Deyir, gəzməyə başlayanda hamı nazik köynək geymişdi, amma 1 saatdan sonra gödəkçilərimizi geyinmək məcburiyyətində qaldıq. Gödəkçə geyiniblərsə, deməli, hava soyuyub da, yəni temperatur aşağı düşüb. Aşağı düşmək soyumaqdır, yuxarı qalxmaq, yüksəlmək isə isti olmaq deməkdir. Cavab B. 42-də deyir ki, qanuna uyğunluğu müəyyən elə və sual içərisində yerinə yazacaq onu da. Baxın, almanı 2 veribsə, bura toplamadır, bura bərabərdir. Almanı 2 veribsə, 2 üstə 2 eləyir 4. Deməli, çiyələk 4-dür. Burada yenə bərabər işarəsi var. Çiyələk 4-dür, almanı da 2 verib. 4 üstə 2, 6 eləyir. Deməli, bu qırmızı almadı deyəsəm. Bu 6-dır. İndi baxın, bu da üstə gəldi, bu da bərabərdir, bu da üstə gəldi. Deməli, biz çiyələyi 4 tapmışdıq. Qırmızı almalarda 6 tapmışıq. 6 üstə 6, 12 eləyir. 4-ün üstündə armud gələndə 12 eləməli. Deməli, armud 12 çıx 4, yəni 8-dir. Cavab C variantı. 43. Burada görsənməyən 20 var uşaqlar. Biraz yaxşı düşməyib. Şarların üstünə rəqəmlər, ədədlər yazılıb. Deyir ki, bu 2 dəfə atəş açılır və şarlardan ya biri, ya ikisi partlayır hər dəfəsində. Deyir, bunların xallar cəmi neçə ola bilməz. Bax, tutaq ki, bir dənə şar partladı. Deyək ki, 10 partladı. Onda 10 ola bilər. Bu deyil yəni. Bizdə ola bilməz deyir. Deyək ki, bir dənə atəş açıldı, 20 partladı. 20 də ola bilərdi, onda bizə ola bilməz deyir. Deyək ki, atəş açıldı, 15 və 20, 15 və 10 eyni anda partladı. Axı 2 dənə şar da partlaya bilər. 15-dən 10-un cəmi 25, yəni bu da ola bilər. Deyək ki, bir dənə atəş açıldı, 10-dan 20 partladı. 30 da ola bilər. Amma 40 heç vaxt ola bilməz. Cavab Y variantı. Gəldik 44-cü suala. Deyir, analogiyaya əsasən sual içərisini tap. Bax, quş, yuva, insan, sual. Quşun yuvası olur, sığınacağı. İnsanın da sığınacaq yeri onun evidir. Y variantı. 45-də cədvəl verilib. Deyir ki, elə ki, sətir və sütunda hər fiqurdan bir dənə olsun. Buna görə ulduzu tap. Uşaqlar, burada deməli, birinci tutaq ki, bu sətrə baxsaq, görərik ki, burada nə yoxdur? Bizdə dairə yoxdur. Bax, bu ya bu yoxdur. Bir də
üçbucaq yoxdur. İndi üçbucağı bura qoya bilmərəm. Niyə? Çünki bu sətirdə üçbucaq var. Bu sütunda daha doğrusu. Ona görə üçbucağı məcburən bura qoyduq. Onda burada düşür dairə. Düzdürmü? İndi dairə üçbucaq kvadrat getdi. Qaldı bizdə nə? Bizdə qaldı birinci sütundan danışanda bu sütundan. Bizdə qaldı deməli nə? Ulduz, bir də bu 6 bucaqlı. İndi ulduzu da bura qoya bilmərəm. Bax, bir dənə bunu silim. Deməli, bura dairə olmuşdu da. Bura ulduz qoya bilmərəm. Niyə? Çünki burada ulduz var da bu sətirdə artıq. Ona görə məcburən bura qoyacam 6 bucaqlı. Onda ulduz düşəcək bax bura. Düzdürmü? Aha, gözəl. İndi bu sətirdən başlayaq. Bu sətirdə də nələr yoxdur? Bu sətirdə yoxdur uşaqlar. Bir üçbucaq, ulduz var, dairə var, 6 bucaq var. Bir də yoxdur sarı kvadrat. Aha, indi mən hansını hara qoyum? Uşaqlar, üçbucağı bura qoya bilmərəm. Niyə? Çünki bu sütunda üçbucaq var. Onda məcburən bura nə qoyacam? Sarı kvadrat. Cavab A variantı. Gəldik 46-ya. Deyir ki, hər dəfə kublar yerləşdir. Deyir, hər dəfə üstə yerləşən kubu aşağıdakı 4 dənə kubun cəmidir. Yəni, tutaq ki, məsəl üçün, bu 27, bax, buradakı dördlüyün cəmidir. Məsələn, bu 26, bu dördlüyün cəmidir və s. Onda bizə nə sual istəyir? Sual da uşaqlar buradadır, bax, burada. Bir dəqiqə. Bax, bura sualdır. Yaxşı düşməyib. Bunu istəyir. Bax, onda bu dördlüyün cəmi, bu 19-u verməlidir. Yəni, 7 üstə 6 üstə 2 üstə sual bərabərdir 19. Bunun da 7 üstə 6 eləyir 13. O da 2, 15. 15 üstə nə gələndə 19 eləyir? Təbii ki, 4 Y variantı. Bu sualda baxaq, görəcək ki, bax, bunun 2 qatıdır. 5 2-yə vurublar 10. Sonra 13 2-yə vurublar 26. 29 2-yə vurublar 58. Burada 61 olmalıdır. Sadəcə burada bu 2 nə işə yarayır? O çatmadı mənə. Ola bilər ki, sualda biraz boşluq ola bilər ya da başqa bir yol ola bilər. Belə, yəni mən fikrimcə 61 olmalıdır orada. 48-ə baxırıq. Deyir, Eltaz rəsm dəftərində 3 dənə ev şəkli çəkib və onları qırmızı, yaşıl, mavi rənglə rəngləməlidir. O, bunu neçə müxtəlif üsul edə bilər. Uşaqlar, 3 dənə variantı var, 3 dənə evim var. Bu evi ya qırmızı rənglədir, ya yaşıl, ya göy. 3 dənə variant var. Artıq deyək ki, bunu qırmızı rənglədir. Geriyə 2 variant qaldı. Bunu 2 dənə variantla rənglədik. Deyək ki, bir dənə də 7. Qaldı 1 variant da burada. Arada da vurma işarəsi qoyuruq. Deməli, 3 vur, 2 vur, 1, 6 dənə müxtəlif üsulla rəngləyə bilər. 49-da da mənim fikrimcə bu belə olacaq. Deyir, hansı düz gəlmir? Yəni, fiqurun hissəsi deyil. Baxıram ki, bax, yaşıl, göy, yaşıl və yaxud da göy, göy. Burada yaşıl ola bilər də. Yəni, bu yaşıl göylər ortada yan-yana gəlməlidir. Baxıram ki, burada bir də sarılar var da qıraqda. Sarı da gələ bilər. Amma burada bu körlüyür. Çünki burada bu açıq qırmızı rəng var. Bu ancaq qıraqlardadır. Ona görə mənim fikrimcə D uyğun gəlməyəcək. Növbəti sual və sonuncu sual deyir, meymun banana çatmaq üçün hərəkət edir və neçə dəfə deyir sağa dönəcək. Sağa dönməsi üçün bax, bir burada dönəcək 1. 1 burada 2, 1 burada 3, bir də burada 4. Yəni A variantı. Bu qədər, hamıya uğurlar. Kanala abunə olub, videoya like atmağı, rəy yazmağı unutmayın ki, belə videolar davamlı gəlsin. Sağ olun uşaqlar.